Hörmətli tamaşaçılar, indi isə bizim bir canlı bağlantımız olacaq. Əməkdaşımız Mətin bizi canlı bağlantıda olmalıdır və Seyid Cəfər Pişəvəri küçəsindədir. Görək vəziyyət nədir, necədir, ictimai nəqliyyatdakı... Yeniliklərdən danışacaq. Yeniliklərdən danışacaq. Sabahınız xeyir olsun Mətin. Sabahınız xeyir Mətin, salamlayırıq sizi. Salam, sabahınız xeyir olsun. Mən də sizi və bütün izləyicilərimizi salamlayıram. Sizin də qeyd etdiyiniz kimi Seyid Cəfər Pişəvəri küçəsindəyik. Tam olaraq 500 nömrəli marşrut xəttinin avtobusundayıq. Belə ki, nəqliyyatda ödənişlə bağlı bir yenilik var. Bu yeniliyi çatdırmaq istəyirəm sizin diqqətinizə. Bildiyiniz kimi bir müddət əvvəl artıq metroda ödəniş sistemində NFC formasında ödəniş reallaşdırılmışdı. Yəni istifadəçilər, sakinlər NFC ödəniş vasitəsilə metrodan istifadə edə bilirdilər. Yəni Bakı karta artıq ehtiyac yoxdur. İstənilən bank kartı ilə gedişdən istifadə edirdilər və bu metroda olduqca belə deyək, işlək, çox funksional bir metoduydu və artıq bu avtobuslarda da tətbiq olunmağa başlayıb. Belə ki, Bakı kart ilkin mərhələdə 500 nömrəli avtobusda bunu tətbiq edib. 500 nömrəli avtobusda onu qeyd edim ki, yaxın dövrlərdə Bakı-Sumqayıt arasında hərəkətə açılıb və ilkin test mərhələsində 500 nömrəli avtobusda bu tətbiq olunub. Daha sonra isə sınaq müddəti bitdikdən sonra Bakı-Basın digər marşrut xəttlərində də, o cümlədən başqa daşıyıcılarda da bu metod tətbiq ediləcək. Bu da sözsüz ki, artıq texnologiya dövrüdür. İnsanlar belə deyək, Bakı kartdan istifadə etmək istəmirlər. Bəzən bu maneələrə səbəb olur. Elə bu məqsədlə də istənilən bank kartından rahat bir şəkildə ödəniş edə bilərlər. Həmçinin bank kartları telefona köçürüləndə telefonda Google Pay və Apple Pay vasitəsilə telefondan da birbaşa ödəniş etmək mümkün olur. Bu yenilik də ümid edirik ki, nəqliyyatın belə deyək, istifadəsini daha da asanlaşdıracaq şəhər sakinləri üçün. Bununla yanaşı tıxaclardan da məlumat vermək istəyirəm ki, yola çıxacaq sürücülərimiz varsa, bunları mütləq nəzərə alsınlar. Belə ki, hazırda bizim olduğumuz küçə 3-cü mikrorayon dairəsi ilə Tbilisi prospektini birləşdirən küçədir və burada tıxac olmasa belə qarşıda Tbilisi prospektində kifayət qədər nəqliyyatın sıxlığı müşahidə olunur. 20 yanvar metro stansiyasından üzü mərkəz istiqamətində. Bununla yanaşı Bakı-Sumqayıt şosesi, Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, həmçinin Heydər Əliyev prospekti həm əsas yol, həm köməkçi yol mərkəz istiqamətində, ən nəvi olaraq Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Afiyyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində və Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər nəqliyyatın sıxlığı müşahidə olunur. Elə yeni belə deyək, ödəniş vasitəsi tətbiq olunmuşkən sürücülərimizə də buradan deyək ki, tıxacda qalmaq istəmirsinizsə, mənzil başına tez çatmaq istəyirsinizsə, bizim istifadəmiz üçün rahatlaşdırılan, belə deyək, yaradılan şəraitdən istifadə edin. Siz də ictimai nəqliyyata üstünlük verin ki, istədiyiniz yerə tez, rahat və təhlükəsiz çata biləsiniz. Mənim hələlik çatdıracaqlarım bu qədər idi. Əlavə bir sualınız varsa, buyurun. Yoxdur sualımız hələlik Mətin. Çox sağ olun. Təşəkkür edirik.